Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Bugün şehidim köçtü evimizden, itti gözümüzden, ama gitmir kalbimizden. Bugün yine vətən ağlayır. Sen uyu şehidim, sen uyu mezarda. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun oğul. Mekanın cennet, cennet olsun oğul. Qəbrin nurla, nurla dolsun. Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bugün hər birimizin bildiyi kimi şəhid Elgiz Abbaslı Fuadov oğlunun hanım tədbiridir və tədbirimizi açıq elan edirəm. Laçına, Şuşaya basıldısa Azərbaycan əskərinin ayağı. Məyər ölüm haqq deyilmi? Məyər ölüm haqq deyilmi şəhid olan Elgiz qardaşımıza? Ananın bir igid oğlu, vətən deyib gedən oğlu, şəhid Elgiz Abbaslı Fuadoğlu. Unutmayacağıq səni Azərbaycan oğlu. Tədbirin söz verilsin. Hacı Ağaşərim həm də öz Allah'ın kəlamları ilə öz fikirlərini bildirsin. Təşəkkür edirəm mənə söz verdiyi üçün. Hörmətli şəhid valideynləri, şəhid əzizləri, hörmətli ictimaiyyət nümayəndələri, hamınızı salamlayıram. Allah'ın rəhmət və bərəkəti dövlətimizin, millətimizin, dinimizin üzərinə olsun inşallah. Bu günləri biz şəhidlərimizi yad edirik, onları ziyarət edirik. Onların şücaəti nəticəsində bu günləri azad və qürurlu bu torpaqlarda yaşayırıq. Müqəddəs şanlı üç bayrağımızı doğma vətənimizin hər yerində, hər qarışında
dalgalandırmağı bizlere nasip edən uca yaradana sonsuz şükürler olsun inşallah. Bu fəxarəti bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir. Şəhid analarının əllərindən öpür. Şəhid ataların bağrına basıram. Ali Başkomandandan tutmuş sonuncu sıra və əskərə qədər bu qələbənin, bu zəfərin əldə edilməsində zəhməti olan hər bir şəxsə uca yaradandan uzun ömür, can sağlığı arzulayıram. Allah Teala yeni zəfərləri dövlətimizə, dövlət başçımıza, millətimizə nəsib eləsin inşallah. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Allah rəhmət eləsin. Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır. Vətənin ağır günündə arxada olmağı özünə yaraşdırmayan, onun səsinə ilk çağırışdaca səs verən Cavad kəndimizin igid oğlu Elgiz Abbasının anım günə yığılan iştirakçılara təşəkkürümüzü bildiririk və sözü şəhid Firavanın atası Əskərov Xanbala əmiyə veririk. İlk öncə burada toplanan, başda şəhid ataları, anaları, yaxınlar, kənd cəmaatına salamlayıram. Bəli, bugün vətənpərvərliyimizi sübut eləyən və həmin vətənpərvər, vətən uğrunda şəhid olan Elgiz balamızın 5-ci il dönümüdür. Şəhidlərimizin özlərinə kəfən seçdiyi 3 rəngli bayrağımızı həmişə Allah Taala göylərdə dalğalandırsın. Bizi qoruyan əskərlərimiz var. Allah həmişə dağlarında dursun. Bu dəqiqə onlar hansı çətinlikdədirlər. Allah dövlətimizi qorusun. Çox sağ olun müəllim. Bu gözəl tədbirə görə təşəkkür edirəm. Allah şəhidimizin də yenə də şəhadətini mübarək eləsin. Sağ olun. Çıxış üçün sözü şəhid Əzbəyin atası Etibar Muradova veririk. Əziz və hörmətli tədbir iştirakçıları, mən də ilk öncə şəhid balamızın, Elgizin tədbirində iştirak edən bütün kənd cəmaatını, şəhid ailələri başda olmaqla salamlayıram. Allah'tan hamımıza can sağlığı arzulayıram. Bildiyimiz kimi bu günləri Elgiz balamızın şəhadətə qovuşan gün 5-ci il dönümüdür. Allah'tan bütün şəhidlərimizə rəhmət edirəm. Elgiz balam da elə olarla bahəm. Yəni burada iştirak edir rayonumuzun rəhbər işçiləri, adların demirəm yəni hardan. Yəni onlara da Allah'tan can sağlığı arzulayıram. Nə qədər bu şəhidlərimizə dəyər verən, qiymət verən, dəyərli insanlarımız var. Hamısına Allah'tan can sağlığı arzulayıram. Mən də bir balaca yəni şəhid polisimiz Əzbəy balamızdan demək istəyirəm. Yəni Əzbəy balamıza Xocabənd rayonunda 8 nəfər polis əməkdaşları ilə antiterror müharibəsində yəni erməni diversantlarının bastırdığı mina qurban olmuşlar. Onlar bizim torpaqlarımızın azad olunması üçün canlarından keçiblər. Yəni 5 dənə də kəndi təxliyə ediblər. Mən özüm də, yəni Bilal qardaşım da, elə Faiq müəllim də, yəni 92-ci ilin müharibələrində iştirak eləmişik özümüzdə. Yəni bilirik müharibənin ən çətinlikləri. Yəni biz orada döyüşsük də, yaralansıq da, nə əziyyətlər çəksük də. Mənim özümün 3 sinif yoldaşım şəhiddir. Yəni nə qədər zülüm çəksük də biz o torpaqları ala bilmirdik. Müəyyən səbəblərdən torpaqlarımızı ala bilmirdik. Mən elə bu, yəni bizim prezidentimizə mən öz təşəkkürümü bildirmək istəyirəm ki, ölkə başçımız cənab İlham Əliyev, Allah onun ailəsini də qorusun. Yəni dövlət başçımızın, ölkə başçımızın siyasəti nəticəsində alındı. Bizim uşaqlarımız şəhid olsa da dövlət başçımızın siyasəti nəticəsində oldu. Yəni biz o vaxtki müharibələri yadımızdan çıxartmamışıq. Yəni hospitallarda yerdən döşəklər atıb yatızdırırdılar uşaqları. Yəni başdınalıq idi. Kim kimlə savaşırdı heç bilmirdi. Yəni ancaq Ulu öndərimiz gələndən sonra 96-cı ildə bu müharibəyə son dayandırıldı, yoxsa hələ saxlamaq da olmurdu, gəlirdilər üzübəri ermənilər. Yəni ona görə də Allah ulu öndərimizə də rəhmət eləsin, İlham Əliyevə də can sağlığı versin,
Allah şəhidlərimizin məqamını uca eləsin, qazilərimizi, veteranlarımızı qorusun ki, yəni bizim yaralansın da, şəhid versük də, yəni həmin torpaqları ala bilməsək də ancaq bizim bu balalarımız elə dövlət ölkə başçımızın sayəsində aldılar. Ona görə də onlara biz həmişə borcluyuq. Elə yəni bütün şəhidlərimizin aprel döyüşlərindən burada iştirak edən, yəni Fəzail əmini mən görürəm burada, Mayor Şahların atasıdır. Yəni burada bizim şəhid ataları iştirak edir Evciz balamızın tədbirində. Onların balalarının hamısı elə hamısı bir qəhrəmandır. Yəni bu torpaqlarımızdan ölkə canlarından, əsas orada canından keçməkdir ki, onlar da sübut ediblər. Allah yenə də qazilərimizə də şəfa versin, veteranlarımızı qorusun. Nə qədər dəyərli insanlarımız var, aslı olmayaraq harda işləyir. Yəni Allah canlarını sağ eləsin, şəhrimizə dəyər verən insanların hamısını var eləsin. Sağ olun. Tədbirimizin bədii hissəsinə keçid edirik. Və çıxış üçün sözü Sabirabad rayon Cavad kənd Şıralı Cəbrayılov adına 2 saylı tam orta ümumi təhsil məktəbinin şagirdlərinə verilir. Ucaqdı bayrağın Qarabağında, qorudu vətənin dağın daşında, qoymadı torpağın yad tapdağında. Şəhidlər ölməzdir, şəhid atası. Ər kimi deyərək sözünü getdi, bürüyüb bayrağa özünü getdi, çevirib cənnətə üzünü getdi. Şəhidlər ölməzdir, şəhid anası. Çox şükür azaddır vətənim, yurdum. Var olsun, yaşasın, yenilməz oldum. Şəhidlər qarşısında fəxrlə durdum. Şəhidlər ölməzdir, şəhid bacısı. Payız gəlir, yenə gözüm yaşlıdır. Neçə şəhid verdim, ağladım. Soruşmayın, niyə gözün yaşlıdır? Mən şəhidimə laylay deyib ağladım. Qurban olum sizdə olan qeyrətə, öz canını qurban verən millətə. Sizə qıyan düşmən gəlsin lənətə. Göz yaşımı silib ağladım. Sizin kimi vətən sevən görmədim. Göz qırpmadan candan keçən görmədim. Vətəninə canım deyən görmədim. Bugün sizi vətən bilib ağladım. İzin ver evlərdə ocaq söndürən, bu günü təqvimdə silim şəhidim. Qəbrinin üstündə anan ağlayır, mən necə yaşayım gülüm şəhidim. Burada günlər, aylar keçmək bilmədi, dərdimiz, acımız bir an dinmədi. Anam oğul toyu deyə bilmədi, necə bu acıya dözüm şəhidim. Vətəni bu qədər sevmək olarmış, şirin canından da keçmək olarmış. Vətən laylasında yatmaq olarmış, yuxunda çox oldu dərin şəhidim. Nə olar biraz da çox yaşayardın, ananın saçına xına qoyardın, oğlunun ilk ata sözünü duyardın, bəlkə ayırmazdı ölüm şəhidim. İndi isə tədbirimizin sonunda istəyirik Elgiz Abbaslının atası Fuad öz sözünü desin və tədbirimizin davamı qəbir üstündə ziyarətlər başa çatacaq. Özü salamlayıram kənd cəmaatına görə. Kənd cəmaatı nəzarət edir, təmizləyir. Hər birisinə yenə təşəkkürümü eləyirəm. Təşəkkürümü bildirirəm. Çox sağ olun ki, yenə əziyyət çəkib gəlmişik. Tədbir işçiləri bununla da tədbirimiz sona çatdı. Tədbirimiz qəbir üstündə davam edəcək. Yerdəkilər göyə doğru. Ağlama, Qarabağlama, oğlun şəhid oldu. Yarım ağlama, ürəyi dağlama, qəbrin nurla doldu. Ana ağlama, Qarabağlama, oğlun şəhid oldu. Yarım ağlama, ürəyi dağlama, qəbrin nurla
Hər an intizarda vətənin oğlusan, vətənin bu gün darda. Ananın fəryadı duyulur oğlum harda. Sən uyu şəhidim, sən uyu məzarda. Məkanın cənnət, cənnət olsun oğul, qəbrin